Nəzər xanım, bir şair həyat yoldaşı olmaq da çox çətindir. Bunu indi özüm də qələm adamı olduğuma görə çox dəqiq bilirəm. Sabir bəy çox gənc yaşlarında şöhrətin zirvəsini yaxalamış adamdır. Yəni belə bir adamla ailə yaşamaq da Şeirindən, çətindir. sənətindən, yazılarından, millətə xidmətindən və bu may ayı həm də onun doğum günüdür. Bu Bəli, yaxınlarda yubiley Türkiyədə Türksoy onu möhtəşəm bir yubileyini qeyd elədi. Sabir müəllim, mən sizə bir şey deyim. Əslində mən düşünürəm ki, tarix hər kəsi yazmaz. Baxın, Həmidə xanım Davaddarova Cavanşirdir həm də. Amma tarix onu Cəlil Məmmədquluzadənin xanımı kimi yazdı. Mən tarix məni qoyur Sabir Rüstəmxanla həyat yoldaşı kimi yazsın. Bu mənim ən böyük mükafatımdır. Bəzən deyirlər ki, yox, onun bir tanınmış adamın həyat yoldaşı olanda biraz onun kölgəsi düşür. Müstəqil. Baxın, mən sizə bir şey deyim. Mənə xoşdur. Sabir Rüstəmxanlı kölgəsi böyük kişilərdəndir.